miniatür cərrahi robotu hazırlanıb. Sinqapurun Nanyang Texnologiya Universitetinin alimləri ölçüsü cəmi 4,4 mm olan yeni tibbi robot hazırlayıb. Mütəxəssislərin bildirdiyinə görə miniatür qurğu insan orqanizmində hərəkət edərək bir neçə vacib tibbi funksiyanı yerinə yetirir. Robot yumşaq toxumalar daxilində hərəkət etmək, kiçik kəsiklər aparmaq, dərmanları birbaşa hədəf bölgəyə çatdırmaq, laborator analizi üçün nümunələr götürmək və lokal istilik yaradaraq müalicə aparmaq imkanına malikdir. Tədqiqatçılar qeyd edirlər ki, qurğu xaricdən tətbiq olunan maqnit sahələri vasitəsilə idarə olunur və onun işləməsi üçün naqil, batareya və daxili elektronika tələb edilmir. Robotun müxtəlif iş rejimləri arasında keçidi bir saniyədən də az vaxt aparır. Bunun əsas səbəbi robotun ayrı-ayrı hissələrinin maqnit təsirlərinə müstəqil reaksiya verə bilməsidir. Sınaqlar jelatin modelləri və toyuq qaraciyəri nümunələri üzərində aparılıb. Təcrübələr zamanı robot bütün nəzərdə tutulan funksiyaları uğurla yerinə yetirib. Bundan əlavə istifadə olunan materialların yüksək biouyğunluğu da təsdiqlənib. Araşdırma nəticələrinə görə robotla təmasdan sonra dəri hüceyrələrinin 99%-dən çoxu canlılığını qoruyub saxlayıb. Mütəxəssislər hesab edirlər ki, texnologiya hələ ilkin inkişaf mərhələsində olsa da, gələcəkdə az invaziv əməliyyatların, diaqnostikanın və hədəflənmiş müalicə üsullarının daha təhlükəsiz və effektiv həyata keçirilməsinə kömək edə bilər.